Jargal Sayxan Banziraqç Azərbaycanın baş prokuroru Kamran Əliyevlə birlikdə Aviasiya Akademiyasında tələbələrlə görüşüblər. Qonaqlar tələbə və müəllimlərin elmi tədqiqat və peşəkar fəaliyyətinin inkişaf etdirilməsi məqsədi ilə yaradılan Teknest və Teknopark prinsiplərini özündə birləşdirən Texnoritim İnnovasiya platforması, Akademiyanın beynəlxalq təlim mərkəzi və müasir aviasiya uçuş simulatoru ilə tanış olublar. Hüquqşünaslıq ixtisasında təhsil alan tələbələrlə görüşdə Azərbaycanla Monqolistan arasında imzalanmış anlaşma memorandumunun əməkdaşlığının inkişafına müsbət təsir göstərəcəyi vurğulanıb. Beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən çoxtərəfli fəaliyyətin əhəmiyyəti yüksək dəyərləndirilib. Səfər zamanı Monqolistan və Azərbaycan baş prokurorluqları arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalandı. Bu, iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəltdi. Sənəd cinayətkarlığın qarşısının alınması, bu istiqamətdə mübarizə, cinayətkarlığın vurduğu zərərin aradan qaldırılması və təcrübə mübadiləsində əməkdaşlığı genişləndirmək üçün yaxşı imkanlar yaradır.